Bu gün krab salatı hazırlayırıq. Bunun üçün bizə 3 ədəd xiyar, 4 ədəd yumurta, 2 paçka krab, 1 paçka qarğıdalı, 1 stakan yumru düyü və mayonez lazımdır. Siz istəyə görə bunların miqdarını artırıb və ya azalda bilərsiniz. Mən həmişə bu miqdardan edirəm. Keçək hazırlamağa. Düyünü qaynatdıq, krabları pakovkasından çıxartdıq, yumurtanı qaynatdıq, qarğıdalını açdıq, xiyarımızı da təmizləyib keçirik doğramağa. Bunların hamısını kub şəklində doğrayırıq. Mən çox xırda yox, xırdadan biraz böyük doğrayıram həmişə ki, həm görünüşcə yaxşı görsənir, həm də ağıza yaxşı gəlir. Xiyarlarımızı doğradıq. Hamısını kubik şəklində doğradım. Yumurtanı da doğradım. Hamısını doğrayıb ən sonda düyünü əlavə edirik. Düyünü əlavə edəndə düyünün bir-birinə yapışması sizi narahat etməsin. Qarışdırdıqca onlar hamısı bir-birindən ayrılacaq. Mayonezini əlavə etməmişdən birinci duzunu da vurub qarışdırın. Sonda mayonezi əlavə edin ki, hər tərəfinə yaxşıca çatsın. Mayonezini də əlavə etdik. Yaxşıca qarışdırdıq. Və bu da bizim salatımız. Evdə hazırlayan hamıya nuş olsun.